Kino aləminin ən prestijli səhnəsi, dünya ulduzlarının ayaq basdığı qırmızı xalça və Qızıl Palma uğrunda gedən sənət savaşı. Cannes Film Festivalı niyə bu qədər əhəmiyyətlidir? Arxasında hansı tarix və dram gizlənir? Gəlin birlikdə öyrənək. 1930-cu illərdə artıq Venesiya Film Festivalı beynəlxalq kino tədbiri kimi məşhurlaşmışdı. Lakin 1938-ci ildə Venesiyada siyasi təzyiqlər festivalın obyektivliyinə zərər vurdu. O il faşist İtaliyası və nasist Almaniyasının təzyiqi ilə ən yaxşı film mükafatı Alman faşist filminə verildi. Söhbət Olimpiya filmindən gedir. Bu böyük narazılığa səbəb oldu və Fransa öz müstəqil, apolitik film festivalını yaratmaq qərarına gəldi. İkinci Dünya müharibəsi səbəbilə bir neçə il tarixə düşən layihə nəhayət 1946-cı ilin sentyabrında gerçəkləşdi. İlk Cannes Film Festivalı 21 ölkənin iştirakı ilə təşkil olundu. Festivalın məqsədi sadəcə filmləri nümayiş etdirmək yox, həm də xalqlar arasında dostluğu təşviq etmək idi. 1950-ci illərdən başlayaraq festivalın nüfuzu artmağa başladı. Əvvəlcə yalnız Avropa filmləri üstünlük təşkil edirdi. Lakin zamanla Amerika, Asiya və Latın Amerikası filmləri də öz yerini aldı. (1955-ci ildən etibarən Qızıl Palma rəsmi olaraq ən yüksək mükafat kimi təqdim olunmağa başladı. Qızıl Palma budağı mükafatının niyə məhz belə adlandığı və niyə budaq şəklində olduğu ilə bağlı maraqlı tarix və simvolika var. Mükafatın budaq formasında olmasının əsas səbəbləri bunlardır. Cannes şəhərinin rəmzi və turizm simvolu palma budağıdır. Festival bu yerin ruhunu, təbiətini əks etdirmək üçün mükafatı palma budağı şəklində seçib. Palma budağı tarixən sülh, qələbə, qürur və şərəf simvolu olub. Bu, mükafatı qazanan filmin sənət və keyfiyyət baxımından yüksək səviyyədə olduğunu, sanki qalib olduğunu vurğulamaq məqsədi daşıyır. İlk dəfə 1955-ci ildə Qızıl Palma budağı mükafatı rejissor Delbert Mann tərəfindən çəkilmiş Amerika dram filmi Marty'yə verilib. Marty filmi Paddy Chayefsky'nin ssenarisi əsasında ekranlaşdırılıb və əsas rollarda Ernest Borgnine və Betsy Blair çıxış ediblər. Film New Yorkda yaşayan İtalyan əsilli bir qəssab, 34 yaşlı Marty Piletti ətrafında cərəyan edir. Marty ailəsi və cəmiyyət tərəfindən evlənməyə təzyiq görür, amma həyatında heç vaxt qadınlarla uğurlu münasibətləri olmayıb. Bir gecə bir tanışlıq məclisində o, müəllimə olan Clara ilə tanış olur. Hər ikisi təvazökar, sadə və biraz utancaq insanlardır. Onların arasında emosional bir bağ yaranır. Lakin Marty dostlarının və ailəsinin onun seçiminə qarşı çıxması ilə üzləşir. Film sevgi, insan dəyəri və fərdi seçimlərlə bağlı sosial təzyiqlər mövzusunu incə bir şəkildə işləyir. Marty filmi bundan əlavə 1956-cı ildə ən yaxşı film, ən yaxşı rejissor, ən yaxşı aktyor, ən yaxşı ssenari nominasiyasında 4 Oscar mükafatı qazanıb. Həmçinin BAFTA, Qızıl Qlobus və digər mükafatlara da layiq görülüb. Cannes Film Festivalında Grand Prix, yəni böyük mükafat da çox önəmli və prestijli mükafatdır. Bu mükafat festivalda ikinci ən yüksək mükafat sayılır və Qızıl Palma budağından sonra gəlir. Grand Prix niyə verilir? Bəzən jüri ən yüksək mükafatı vermək istəmədiyi, amma xüsusi diqqətə layiq gördüyü filmləri qeyd etmək istəyir. Ona görə də Grand Prix ilə fərqlənən filmlərə hörmət göstərilir. Bu mükafat 1967-ci ildən verilir. Bəzən bu mükafatın verilmədiyi illər də olur. Amma ümumilikdə festivalın ən önəmli mükafatlarından biridir. Grand Prix Qızıl Palma budağı kimi deyil, xüsusi plaketi və ya başqa forma ola bilər. Hər il festivalın dizaynına görə bu dəyişə bilər. Cannes Film Festivalında münsiflər heyəti əsasən festivalın prezidenti və seçki komitəsi tərəfindən təyin olunur. Qeyd edək ki, 2025-ci il Cannes Film Festivalının prezidenti Iris Knoblochdur. O, bu vəzifəyə 2022-ci ilin iyul ayında təyin olunmuş və festivalın tarixində bu vəzifəni icra edən ilk qadın və ilk qeyri-fransız şəxs olub. Münsiflər əsasən tanınmış rejissorlar, aktyorlar, ssenaristlər, prodüserlər və bəzən musiqiçilər, yazıçılar arasından seçilir. Onların artıq mükafatlar almış ya da sənətə ciddi töhfə vermiş şəxslər olması vacibdir. Seçim zamanı beynəlxalq təmsilçilik prinsipinə xüsusi önəm verilir. Müxtəlif qitələrdən, dillərdən, mədəniyyətdən olan şəxslər heyətə daxil edilir ki, filmlər daha obyektiv və universal şəkildə qiymətləndirilsin. Son illərdə Cannes festivalı gender bərabərliyinə daha çox diqqət yetirir. Münsiflər heyətində qadın və kişi təmsilçiliyi balanslaşdırılmağa çalışılır.
Rəqəmsal texnologiyaların yayılması Kannada təsir etdi. Eyni zamanda gender bərabərliyi, LGBT hüquqları, sənət azadlığı kimi mövzularda festival cəmiyyətə güzgü tutmağa başladı. 2018-ci ildə Me Too hərəkatı Kannada sıçradı. Festival rəhbərliyi gender balansı üçün yeni qaydalar tətbiq etdi. Me Too hərəkatı 2006-cı ildə Amerikalı fəal Tarana Burke tərəfindən seksual zorakılığa məruz qalan insanlara dəstək məqsədi ilə başladılıb. Lakin bu ifadə 2017-ci ildə aktrisa Alyssa Milano'nun Twitter paylaşımından sonra qlobal miqyasda yayılmağa başlayıb. 2017-ci ildə nə baş vermişdi? Hollywood prodüseri Harvey Weinstein haqqında ortaya çıxan seksual zorakılıq ittihamları ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. Alyssa Milano sosial şəbəkədə yazdı: "Əgər siz də seksual təcavüz və ya zorakılığa məruz qalmısınızsa, sadəcə Me Too yazın." Qısa müddətdə milyonlarla insan bu ifadəni paylaşaraq yaşadıkları təcrübələri bölüşdülər. Hərəkatın məqsədi seksual zorakılığa qarşı sükutu pozmaq, qurbanlara dəstək olmaq, güclü şəxslərin cəzasız qalmasının qarşısını almaq, iş yerlərində, kino sənayesində, siyasətdə və cəmiyyətdə güvənli mühitlər yaratmaq idi. Bu hadisədən sonra dünyanın bir çox ölkəsində oxşar etiraflar yayıldı. Bir çox tanınmış şəxs ittiham olundu və məsuliyyətə cəlb edildi. Cinsi zorakılığa qarşı qanunlar və iş yerində davranış qaydaları yenidən nəzərdən keçirildi. Feminizm, güc münasibətləri və razılıq anlayışları haqqında ictimai diskussiya gücləndi. Cannes yalnız sənət nümayişi deyil, o həm də bir sənaye platformasıdır. Festival çərçivəsində Marché du Film adlı böyük film bazarı təşkil olunur. Prodüserlər, distributorlar, satış agentləri burada görüşür, yeni layihələr təqdim olunur və milyonlarla avroluq razılaşmalar bağlanır. Kimin Cannesda qalib gəlməsi bəzən müzakirə, bəzən isə qalmaqal doğurur. Rejissor Lars von Trier 2011-ci ildə festivalda nasistlərlə bağlı zarafat etdikdən sonra persona non grata, yəni arzu olunmaz şəxs elan edildi. Bəli, bu hadisə Cannes Film Festivalının tarixində ən qalmaqalı anlardan biri oldu. Hadisə necə baş verdi? Von Trier 2011-ci ildə festivalda Melanxoliya adlı filmi ilə iştirak edirdi. Filmdə baş rolu Kristen Dunst oynayırdı. Film nümayiş olunduqdan sonra keçirilən mətbuat konfransında bir jurnalist rejissordan Melanxoliya filmindəki Alman romantizmi və estetikası haqqında danışmağını istəmişdi. O isə cavab verərkən belə demişdi: "Mən Hitleri başa düşə bilirəm. Mən biraz nasistəm, amma Yahudilərə qarşı deyiləm. İsraili sevmirəm, amma bu mənim şəxsi fikrimdir." Bu sözlər zarafat və ironiyaya bürünmüş olsa da, çox insan, o cümlədən media və festival rəhbərliyi bunu qəbul edilməz və təhqiramiz hesab etdi. Növbəti gün Cannes Film Festivalının rəhbərliyi rəsmi bəyanat yayaraq Lars von Trier'i persona non grata elan etdi. Bu festival tarixində çox nadir hallarda baş verir. Von Trier daha sonra üzr istədi və sözlərinin ironiya olduğunu, nasist olmadığını bildirdi. Amma bu vəziyyəti dəyişdirmədi. Maraqlıdır ki, həmin il Kristen Dunst Melanxoliya filmindəki roluna görə ən yaxşı aktrisa mükafatını qazandı. Lars von Trier bir neçə il festivaldan uzaq qaldı. Lakin 2018-ci ildə Cannes festivalı onu yenidən qəbul etdi və o The House That Jack Built filmi ilə festivalda iştirak etdi. – 2015-ci ildə Cannes Film Festivalında baş verən dabanlı ayaqqabı qalmaqalı gender bərabərliyi və geyim qaydaları ilə bağlı beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olmuşdu. Hadisə belə baş vermişdi. Bir neçə qonaq qadın festival sarayına daxil olmaq istəyərkən dabanlı ayaqqabı geyinmədiklərinə görə içəri buraxılmamışdılar. Onlar ya düz ayaqqabı, ya da ortopedik ayaqqabı geyinmişdilər. Çünki bəzilərinin sağlamlıq problemləri var idi. Təhlükəsizlik əməkdaşları onları geri çevirmiş və qadınların rəsmi tədbirə yalnız dabanlı ayaqqabı ilə buraxıldığını bildirmişdilər. Bu hal bir neçə qadının başına gəldikdə məsələ ictimailəşmiş və qısa zamanda beynəlxalq qalmaqala çevrilmişdi. Bu hadisəyə aktyorlar və sənətçilərdən də sərt reaksiya gəlmişdi. Emily Blunt hadisə haqqında bunları qeyd etmişdi. Bu çox məyus edicidir. Bugünün dünyasında belə şeyləri eşitmək inanılmazdır. Mən düz ayaqqabı geyinməyi üstün tuturam. Benicio del Toro, Josh Brolin və digər aktyorlar bu qaydalara
etiraz əlaməti olaraq rəsmi tədbirlərə qadın ayaqqabısı geyinərək zarafat etmişdilər. 2018-ci ilin may ayında aktrisa Kristen Stewart Spike Lee'nin Black Klansman filminin premyerasına qatılarkən əvvəlcə Christian Louboutin markalı yüksək dabanlı ayaqqabılarla qırmızı xalçaya çıxmış, lakin bir neçə foto çəkdirdikdən sonra ayaqqabılarını çıxarıb əlində tutaraq qırmızı xalçanın qalan hissəsini ayaqyalın keçmişdi. Stewart bu qaydaya qarşı çıxaraq, əgər kişilərdən ayaqqabı və don geymək tələb olunmursa, məndən də bunu istəyə bilməzsiniz demişdi. Kritika artdıqdan sonra Cannes Film Festivalının nümayəndələri bu qaydanın rəsmi olmadığını və təhlükəsizlik əməkdaşlarının özbaşına hərəkət etdiyini iddia etmişdilər. Qadınların dabanlı ayaqqabı geyinməsi məcburi deyil. Bu festivalın rəsmi qaydası deyil deyə açıqlama vermişdilər. Bu qalmaqal qadınların geyim azadlığı, cinsiyyət bərabərliyi və rəsmi tədbirlərdə geyim kodlarının yenilənməsi kimi mövzuları gündəmə gətirdi. Sonrakı illərdə festival bu mövzuda daha yumşaq və inklüziv yanaşma sərgilədi. 2020-ci ildə pandemiya səbəbilə festival ilk dəfə rəsmi olaraq ləğv edildi. Bu, tarixdə ilk belə hal idi. Festivalda filmlər bəzən 20 dəqiqəlik ayaqüstü alqışlarla qarşılanır. Bəzi rejissorlar Cannes tarixində iz qoyublar. Bunlar The Conversation, Apocalypse Now filmləri ilə Francis Ford Coppola, Pulp Fiction filmi ilə Quentin Tarantino, Parasite filmi ilə Bong Joon-ho və festivalda 2 dəfə qalib olmuş Ken Loach'dur. 2025-ci ildə Qızıl Palma budağı İranlı rejissor Cəfər Pənahinin It Was Just an Accident adlı filmə verildi. Bu film siyasi məzmunlu, qisas və əxlaqi dilemmaları araşdıran bir triller janrında filmdir. Filmdə əsas hadisə keçmişdə həbsxanada işgəncəyə məruz qalmış bir şəxsin təsadüfən onu işgəncə edən şəxsi tanıması və sonrasında baş verən hadisələr ətrafında cərəyan edir. Bu əsər İran rejiminin təzyiqlərinə baxmayaraq Pənahinin gizli şəkildə çəkdiyi filmlərdən biridir. Pənahi filmlərini gizli şəkildə çəkməyə məcbur qalır. Çünki o, İran hökuməti tərəfindən peşə fəaliyyətindən qadağan edilmiş rejissordur. Mükafatını qəbul edərkən Cəfər Pənahi İran xalqının azadlıq uğrunda mübarizəsini vurğulayaraq həmrəylik və birliyə çağırış edib. O bu mükafatı İran xalqına həsr etdiyini bildirib. 2025-ci ildə Cannes Film Festivalı Azərbaycan üçün də tarixi bir an yaşatdı. Xalq artisti Röya Ayxan festival çərçivəsində təşkil olunan I Success Top 100 Awards Gala tədbirində iştirak edərək qırmızı xalçada çıxışı ilə diqqət mərkəzinə çevrildi. Bu tədbirdə Röya Ayxan Azərbaycan musiqisinin mədəniyyət səfiri mükafatı ilə təltif olundu. Onun ağ və qara rəngli zərif libası, stilist Anar Ağakişiyevlə birlikdə qırmızı xalçada görünməsi sosial mediada geniş müzakirələrə səbəb oldu. Lakin bu iştirak bəziləri tərəfindən tənqid edildi. Mədəniyyət xadimi Ayaz Salayev qeyd etdi ki, Röya Ayxanın aldığı mükafatın Cannes Film Festivalı ilə birbaşa əlaqəsi yoxdur. Bu fikir ictimaiyyətdə müxtəlif reaksiyalar doğurdu. Bəziləri bu hadisəni Azərbaycanın beynəlxalq mədəniyyət səhnəsindəki görünürlüyü baxımından müsbət qiymətləndirdi, digərləri isə onun festivaldakı məqsədini və yerini müzakirə etdi. Lakin bir şey dəqiq idi. Azərbaycanın adı Cannes Film Festivalında səsləndi və bu artıq təkcə kino yox, ümumilikdə mədəniyyət üçün bir uğur idi. Cannes Film Festivalı bu sadəcə film nümayişi deyil. Bu sənətin, siyasətin, mədəniyyətin və insan duyğularının kəsişdiyi bir möhtəşəm səhnədir. Yüzlərlə ölkədən gələn sənətkarlar burada öz səsini dünyaya çatdırmağa çalışır və hər il bu kiçik Fransa şəhəri bir neçə həftəlik kino dünyasının paytaxtına çevrilir. Bəs sən Cannes Film Festivalında hansı filmi görmək istərdin? Rəydə bizimlə bölüş və videonu bəyəndinsə abunə olmağı unutma.